Azərbaycan mətbuatında xüsusi çəkiyə malik Səs qəzetinin yanvarın 11-də 35 yaşı tamam olur. Ötən 35 ildə maarifçilik və dövlətçilik dəyərlərinin təbliği ilə seçilən bu qəzet bugün 25 min tirajla nəşr edilir. Qəzet dövlətçiliyimiz üçün çətin sınavların başladığı bir dövrdə ərsəyə gəlib. Respublikada gərgin xaotik vəziyyətin hökm sürdüyü bir dövrdə Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə fəaliyyətə başlayıb və onun ideologiyalarının daşıyıcısı olub. Belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması böyük cəsarət və risk tələb etsə də Səs qəzeti buna nail olub. Səs qəzeti Azərbaycan xalqının adından ziyalıların müraciətini Heydər Əliyev ünvanlayıb və eyni zamanda Ulu Öndərin cavabını Səs qəzeti dərc edib o dövrdə, hansı ki 92-ci ilin oktyabr ayında həm Heydər Əliyevə qarşı güclü təzyiqlər var idi, həm Səs qəzetinə qarşı güclü təzyiqlər var idi və xalqın liderinə sevgisini çatdırıb və liderin xalq olan sevgisini çatdırıb və bu iki güc, iki tandemi bir-birinə birləşdirən vasitə olub Səs qəzeti. Həmişə dövlətçiliyin təbliğində fəal rol oynayan Səs qəzeti haqq ədalətin carçısına çevrilib. Bugün də həmin prinsiplərə sadiqdir. Səs qəzeti öz bazasında Səs TV yaradıb, Səs İnformasiya Agentliyi yaradıb, yəni sia.az, səstv.az və 24 saatlıq efir verən televiziyadır hansı ki Səs TV və bugün Azərbaycanda kifayət qədər sevilən bir televiziya kimi, internet televiziyası kimi fəaliyyət göstərir və deyim ki, qeyri-peş yayımı kimi də lisenziya almış bir televiziyadır. Səs qəzeti bir döyüşkən qəzet kimi də, eyni zamanda bir döyüşkən ruhu da var qəzetdə və onda müasir dövrdə də biz həmişə bu dövlətçilik uğrundan mübarizədə biz bunu davam elətdiririk. Qəzet bugün də ictimai-siyasi nəşr kimi öz fəaliyyətini davam etdirir və həftənin 5 günü nəşr olunur. Davamlı olaraq sosial, iqtisadi, siyasi və digər mövzularda materiallarla çıxış edən Səs qəzetinin heyətində təcrübəli jurnalistlərlə yanaşı gənc yazarlar da var. Onu da qeyd edək ki, 2008-ci ildə qəzetin Səs İnformasiya Agentliyi təsis edilib. Agentlik xarici ölkələrin xəbər resursları ilə əməkdaşlıq edir, informasiya mübadilələr aparır. Həmkarlarımızı yubiley yaşları münasibəti ilə təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.